Son zamanlarda hamımızın çox sıx-sıx eşitdiyi hiperaktivlik və diqqət əksikliyi sindromu. Valideynlər kiçik yaşlı uşaqlarda belə bu sindromun olmasından şübhələnib nevroloqa və ya bir psixiatra müraciət edirlər. Hiperaktivlik və diqqət əksikliyi sindromu adətən 5-6 yaşlarında bizim diaqnozunu qoyduğumuz bir sindromdur. Yəni hər hiperaktiv uşaq, hər qaçan, hər sözə qulaq asmayan dəcəl uşaq əslində hiperaktiv uşaq deyil və bu sindroma aidiyyəti yoxdur. Hiperaktivlik diqqət əksikliyi sindromu olan uşaqların ən yaygın görülən simptomu bu əlamətlərin hər məkan fərqi olmadan, yəni həm evdə, həm məktəbdə, həm bağçada eyni davranışlar göstərməsi və bu davranışları uşağın idarə edə bilməməsi və özündən asılı olmadan impulsiv davranışlar, dərsə odaqlana bilməmək, bu səbəbdən dərslərində geri qalmaq, sinifdə müəllimələr tərəfindən çox tez-tez irad tutulan uşaqlardır. Və bu cür simptomları olan uşaqlar mütləq bir mütəxəssisə müraciət edib vaxtında lazımi tədbirlər görülməli, lazımi müalicə almalıdırlar ki, bu uşaqlar daha sonra sosial sferada öz dərslərindən geri qalmasın və başqa psixoloji problemlər yaşamasınlar.